Hər vaxt xeyir olsun, hər birinizi salamlayıram. Bugün sizlər üçün balqabaq şirniyyat hazırlayacağım. Dünən soydum, təmizlədim. Üzərinə şəkər tozu əlavə etdim. Bir gün soyuducuda saxladım. Özü belə suyun verdi, şirə oldu. Biraz da nar suyunu əlavə edirik ki, biraz qırmızı rəngi olsun, həm də dadı düşməz olsun. İndi keçdik, bax, sonra bunu qazana əlavə edirik. Bunu sobada da eləmək olur. Ondan sonra qəşə alova qoyuruq bunu. Rənginin belə olması səbəbi nar suyunun əlavə olunmağındandır. Gördüyünüz kimi bu qədər də bura mıxak əlavə edirəm. Türklər qərənfil deyil. Amma bu zövqə görədir. Edə də bilərsiniz, etməyə də bilərsiniz. Vəssalam. Dostlar, bu şəkildə qaynayır. Qaynadıqdan sonra tam bişəndə götürəcəm. Dostlar, bax görürsünüz, balqabaq şirniyyatımız artıq hazırdır. Çox dağılmamalıdır. İndi götürürük bunu, qoyuruq soyu. Soyandan sonra vitrinə qoyacaq, satış üçün hazırdır. Qabaq tatlımızın üzərinə, şirniyyatın üzərinə qaymaq və ya dondurma da əlavə edə bilərsiniz. Şərbət əlavə etdim. Və sonra qoz əlavə edirəm. Qoz əlavə etdikdən sonra çayla, nuşicanla içirik. İndi isə dadına baxıb fikrimi bildirəcəm. %100 təbii və doğaldır. Rənginin belə olması az da olsa nar suyundan əlavə etmişəm şirəkən. Mükəmməl bir dada malikdir. Çayla çox gözəldir. Yəni hər şey təbiidir burada. Heç bir şeydə əlavə olunmuyor. Sadəcə balqabaq, qaymaq, bir də mıxək əlavə olunub. Zövqə görə qoz. Bir də dondurma ilə test etmək istəyirəm. Dondurma üzərinə əlavə etdim. Bismillah.